Müasir dünyamızın sürətli inkişafı elmə məlum olmayan bəzi hadisələrin sirrinin açılmasına gətirib çıxarır. Ancaq elə hadisələr də var ki, elmin belə sürətli inkişafına baxmayaraq öz müəmmalı sirrini hələ də qoruyub saxlayır. Bugünkü videomuz açıqlaması olmayan bəzi hadisələr haqqında olacaq. Instagram sosial şəbəkəsində paylaşılan bu görüntülərdə bir xanımın gözə görünməz varlığın hücumuna məruz qaldığı əks olunub. İspaniyada şəhərlərin birində yerləşən kafedə qəribə hadisələrin baş verdiyi iddia olunur. Kafeyə gedən müştərilər anidən gözə görünməz maneələrə rast gəldiklərini iddia edirlər. Kafedə quraşdırılan nəzarət kameraların qeydə aldığı görüntülərdə həqiqətən də orada qəribə hadisələrin baş verdiyi görünür. Sosial şəbəkələrdə tez-tez xəstəxanalarda qeydə alınan qəribə görüntülərlə qarşılaşırıq. İndi izləyəcəyiniz görüntülərdə Argentinada xəstəxanaların birində qeydə alınıb. Görüntülərdə xərəklərin öz-özünə hərəkət etdiyi görünür. Bu görüntülər marketlərin birində qeydə alınıb. Görüntülərdə uşağın soyuducunun qapısını açmağa çalışdığı an anidən qəribə hərəkətlər etməyə başladığı görünür. ABŞ-da xəstəxanaların birində gecə növbəsində çalışan bir həkim gecə bir xəstəni qəbul etdiyini iddia edir. Ancaq həkimlər xəstəxanada yeni gələn xəstənin olmadığını bildirirlər. Görüntülərə baxan həkimlər dəhşətə gəlirlər. Çünki həkimin qəbul etdiyi bu xəstə görüntülərdə görünmürdü.
Meksikada yerləşən supermarketlərin birində qəribə hadisə baş verib. Belə ki, anidən rifdə olan bəzi məhsullar yerə tökülüb. Las Vegasda yerləşən muzeylərin birindən gecələr qəribə səslərin gəldiyi iddia olunur. Həmin muzeydə qeydə alınan bu görüntülər həqiqətən də dəhşətlidir. Reddit sosial şəbəkəsində bir adam iddia edir ki, evində qəribə hadisələr baş verir. O, bu anları telefon kamerası ilə qeydə alaraq görüntüləri sosial şəbəkədə paylaşıb. Bir uşaq hər gün atasına evdə qəribə hadisələrin baş verdiyini deyirdi. İlk başda uşağın atası buna əhəmiyyət vermirdi. Ancaq sonra ata evə nəzarət kamerası qoymaq qərarına gəlir. Nəzarət kamerasının qeydə aldığı görüntüləri izləyən ata dəhşətə gəlir. Çünki qeydə alınan görüntülərdə evdə həqiqətən də qəribə hadisələrin baş verdiyi görünür. Nyu-Yorkda mağazaların birində qeydə alınan bu görüntülərdə mağazada çalışan bir mühafizəçinin görünməyən biri ilə söhbət etdiyi görünür. Mühafizəçi orada bir xanımın olduğunu iddia etsə də, ancaq kameranın qeydə aldığı görüntülərdə mühafizəçidən başqa heç kim görünmür. Who is he talking to? Dispatch to 329.
29, go ahead. Yes, sir. Who are you talking to? I'm talking to a elderly lady. I saw her walking by the store and she said she's looking for Mr. Griffin. Her name is Miss Abigail. Did you say Miss Abigail? Yes, ma'am. She says she wants to see Mr. Griffin, and I told her that the canvas is closed, that she should come tomorrow morning, and she might see Mr. Griffin. Are you sure you're saying Miss Abigail? Like, she's been passed on for 2 years now. Come again with that, please? Miss Abigail she died 2 years ago. You mean you can't see the person I'm talking to? No, there's nobody in front of you at all. Ordumuzun 2023-cü ildə işğaldan azad etdiyi Xocalı rayonunda xidmət edən əsgərlər gecə meşədən qəribə səslər gəldiyini iddia edirlər. Bir gecə 3 əsgər qəribə səslər gələn meşəyə gedirlər. Əsgərlər o anları telefon kamerası ilə qeydə alıblar. Yanacaq doldurma məntəqəsində qeydə alınan bu görüntülərdə 2 nəfərin maşınlarına yanacaq doldurduqları zaman uzaqdan onlara tərəf gələn qəribə varlıqla qarşılaşdığı görünür. Bu qəribə varlıq onları biraz müşahidə etdikdən sonra anidən yoxa çıxıb. Did you see that thing? Who's that? That's why. I don't know. Hello? Who are you? Are you like the owner or something? Hello? Don't worry, we were gonna pay. Why are you just standing there like that? Did you say something? Michelle, hurry the hell up so we can get the hell out of here, please. I'm doing it. What? What the hell? What is that? His eyes. Okay. His eyes. Okay, I'm Michelle, done. Michelle, I'm wrapping it Michelle, up. I'm wrapping it hurry up. I'm wrapping it up. Like, It's done. seriously? Get the money and let's get the hell out of here. Now, hurry, I hurry. got it. It's in here. What? Okay, hopefully they're happy. Michelle, he's gone. Suriyada müharibə nəticəsində tərk edilmiş kənddə qaravul xidmətini yerinə yetirən əsgər məsciddən əzan səsinin gəldiyini eşidir. O, cəld bir şəkildə telefonunu çıxararaq bu anları qeydə alır. Allahu Akbar. Bismillahirrahmanirrahim. جماعة قرية بقالها 110 سنة مهجورة في أذان. الله أكبر. الله أكبر. بسم الله. في أذان. Meksikada motosikletlə yol gedən bir oğlanın önünə anidən naməlum varlıq çıxıb. Bu anlar GoPro kamerası ilə qeydə alınıb.
Reddit sosyal şəbəkəsində bir oğlan gecə onun evinin önündə qəribə adam gördüyünü və ondan sonra evində qəribə hadisələrin baş verdiyini iddia edir. O, bu anları telefon kamerası ilə qeydə alıb. Türkiye'də kəndlərin birində qeydə alınan bu görüntülərdə maşınla yol gedən oğlanların önünə aniden naməlum varlıq çıxıb. Bunun nə olduğu dəqiq olaraq bilinmir. Kanka camını kapat. Basıp geçeceğim. Camını kapat. Bismillahirrahmanirrahim. Basıp geçeceğim buradan. Allah'ım yarabbim. Arkadaşlar şu sol tarafa bak, sizler de bakın, ben tam şey yapamıyorum. Oğlum bu ne? Allah! Allah! Bas 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 bas! Bas bas! Selma eve bak. Eve bak. Eve bir tut. Evdekini gördün mü Selma? Ne var ya? Evin içinde cama bak. Abi durma buradan, bir uzaklaş Allah'ını seversen ya. Allah'ım yarabbim ya Resulallah. Bir usta öz əl işini telefon kamerası ilə lentə aldığı zaman otaqda olan oturacağın aniden öz-özünə yelləndiyi görünür. I'm going to try to give you some pointers on how to cut into this mantle. So first thing, I get the excess paint off. And I use a lot of the corner on this brush when I'm doing so. Helps me get into those creases better. Not too much pressure. You really use like a lot of angles on these brushes. This is a brand new brush too. And what the heck? Bu görüntülərdə iki uşağın öz aralarında oyun oynadıkları görünür. İlk başta görüntülərdə hər bir şey normal görünsə də, ancaq aniden otaqda olan üçüncü uşağın qəribə hərəkətlər etdiyi görünür. İtaliyada kəndlərin birində yerləşən kilsədən qəribə səslərin gəldiyi iddia olunur. Bir oğlan gecə əlinə kamera alaraq həmin kilsəyə gedir. Oğlan kilsədə qarşılaşdığı mənzərə qarşısında şoka düşür. Çünki görüntülərdə kilsədə əyləşən bir qadın əks olunub. Bir adam evlərindəki xoş anlarını qeydə alarkən aniden qapının önündən qəribə varlığın keçdiyi görünür. A Josi capotada já, com sono. Aí, Thiago, a câmera que eu comprei nova aí. Vermelhinha e tal. Vocês nem esperaram pra festa aí, né, mano? Meu Deus do céu, que porra é essa, velho? Mano, eu vi uma coisa aqui, Thiago. Tem uma coisa passou aqui, velho. Tô falando sério, cara. Tô falando sério. Vem aqui comigo, cara. Eu vi uma coisa assim, cara. Maluco? Maluco? Sosial şəbəkələrdə tez-tez yatan insanların gözə görünməz varlıqların hücumuna məruz qaldığı görüntülərlə qarşılaşırıq.
Bu da onlardan bəziləridir. ABŞ-da yaşayan bir ailə gecə evlərində qəribə varlıqları gördüklərindən şikayət edirdilər. Ancaq heç kim onlara inanmırdı. Bir gecə ailə yenə qəribə varlıqların hücumuna məruz qalır. Onlar cəld şəkildə çölə qaçaraq həmin anları telefon kamerası ilə lentə alırlar. Flashlight up. Okay, wait. We're gonna look down for a minute, but put your flashlight down. Let's see if we can get it to go again. Alright, flash it up there. Oh, now it's gone. Put your flashlight down. Flash it again. Put it down, put your flashlight down. Let's see if it'll do it again. Alright, put it up, hurry. Oh. Alright, let's see if it'll do it one more time, baby. Put your flashlight up. Alright, good. Let's go inside. Let's go inside. Let's go inside. Alright, here's the upstairs. I just want to show you guys. No one behind the door. Here's my daughter's room. It's a little messy, I'm sorry, but just to show you. Here's the closet. I just want to show you there's nobody behind. Nobody in the closet. Here's the window right over here. Nobody. Not a single person. Türkiyədə kəndlərin birində yaşayan bir adam gecə qəbristanlıqdan qəribə səslərin gəldiyini iddia edir. O, bu anları telefon kamerası ilə qeydə alıb. ABŞ-da yaşayan bir ailə səhər uşaqlarının tər içində olduğunu görürdülər. Onlar buna nəyin səbəb olduğunu bilə bilmək üçün otağa kamera yerləşdirirlər. Kameranın qeydə aldığı görüntüləri izləyən valideynlər dəhşətə gəlirlər. Çünki görüntülərdə uşağın qəribə hərəkətlər etdiyi görünür.
Hindistanda qeydə alındığı iddia olunan bu görüntülərdə otaqda qəribə varlığın görüntüləri qeydə alınıb. Bu varlığı görən uşaqlar qorxu içində otağı tərk edirlər. ...1959-cu ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən qəsəbələrin birində qatar yolunun üstündən keçən məktəb avtobusu qatarla toqquşmuşdu. Bu faciəvi hadisə nəticəsində bir çox uşaq həyatını itirmişdi. Yerli cəmaət qəzadan sonra həmin yerdə maşını söndürdükdə kiminsə maşını itələdiyini və maşının üstündə uşaq əl izləri olduğunu iddia edirlər. İndi izləyəcəyimiz görüntüdə həmin yerdə qeydə alınıb. What the fuck? Ya le cambió? Okay, let's look at the fingerprints. Oh my god! Stop. What's wrong? Chill, Mom. Nobody touched it, right? Nobody touched it, right? Mira. Okay, we're going to the... Hindistanda şəhərlərin birində nikah mərasimində anidən gəlin qəribə hərəkətlər etməyə başlayıb. Bəzi insanlar qızın bədəninə cin girdiyini iddia edirlər. Bir qrup gənc meşəyə piknik etməyə gedirlər. Onlar gecə orada qalmaq qərarına gəlirlər. Gənclər gecə anidən meşədə qəribə varlıqların onları müşahidə etdiyini görürlər. Bu anları telefon kamerası ilə qeydə alıblar. Hey, show us. What is it? Oh, there's a bunch of them. What are they? They're blinking, y'all. There's lots out there. Are those coyotes? No, but they're there. Yeah, those are coyotes. Is that what they are? They're They're damn blinking. sure out there. They're sure out There's there. a bunch. Look. Yeah, I see those eyes right there. Glenn! You see that? What is that? What is it? Well, that's them. It looks like it going up and down. It is. Lungs. Yeah, to see the others up in the Yes. trees? I'm getting it on camera. Leave the flashlight right there, Mom. I'm just What is it? Yes, Yeah, there there is too. You're down too low. Reddit sosial şəbəkəsində tələbə bir oğlan gecə evində qəribə varlığın onu narahat etdiyini iddia edir. O, həmin görüntüləri telefon kamerası ilə qeydə alıb.
Oh my god! Oh my god! ABŞ təmizlik şirkətinin işçiləri bir evi təmizlədikləri an evin pəncərəsindən qəribə varlığın onlara baxdığını görürlər. Bunun nə olduğu dəqiq olaraq bilinmir. You see this, right? You do see this, right? Uncle Larry, is Jeffrey in here? Right here, we're working on the bathroom. Jeffrey, say something. Huh? Say something. Asshole. Fuck you. Hold on, guys, come in here. Why? Come in here. Just, Yeah, just. I'm not seeing things, right? You see it, Corn? Guys, come in here. I'm being dead. Jesus. Where you at? Where you going? The hell's that? Is that? Don't move. Don't move. Don't say anything. You see this, right? yeah, it's just floating in the air. Jeffrey, I thought you were doing everything. What are you talking about? I thought you were doing everything. Is that a person? Bakıda küçələrin birində təhlükəsizlik kamerası ilə qeydə alınan bu görüntülərdə gözə görünməz varlıqların hərəkət etmələri qeydə alınıb. Bir xanım TikTokda canlı yayım açaraq dostu ilə evdə oyun oynadığı zaman anidən otaqda qəribə hadisələr baş verməyə başlayır. Xanım belə hadisənin ilk dəfədir şahidi olduğunu bildirir. Əslində sosial şəbəkələrdə canlı yayım zamanı tez-tez belə hadisələr baş verir. Bu görüntülər də onlardan bəziləridir.
Bir TV kanalının müxbiri küçədə bir nəfərdən müsahibə aldığı zaman görüntülərə anidən ortaya bir adamın çıxdığı görünür. İtaliyada yaşayan bir oğlan evində qəribə hadisələrin baş verdiyini iddia edir. O, bunu sübut edə bilmək üçün Instagramda canlı yayım açaraq həmin anları qeydə alıb. Would be cool. But alone and there's nobody here. So maybe did you run the bath? Or are you gonna take it? What the fuck? Son zamanlar sosial şəbəkələrdə məşhurların qəribə hərəkətləri ilə tez-tez qarşılaşırıq. Bu da onlardan bəziləridir.
Nigeriyada yaşayan bir oğlanın qəribə varlıqlar tərəfindən narahat edildiyi iddia olunur. Bir TV kanalı bu hadisəni araşdırmaq üçün həmin kəndə gedirlər. Görüntülərdə həqiqətən də oğlanın gözə görünməz qüvvə tərəfindən narahat edildiyi görünür. Bu görüntülərdə sağ tərəfdə dayanan xanımın anidən yoxa çıxdığı görünür. Bəs siz bu görüntülər haqqında nə fikirləşirsiniz? Fikirlərinizi şərh bölməsində bildirə bilərsiniz. Xəstəxanaların birində qeydə alınan bu görüntülərdə bir xəstənin qəribə hərəkətlər etdiyi görünür. Əslində tez-tez sosial şəbəkələrdə xəstəxanalarda baş verən qəribə görüntülərlə qarşılaşırıq. Bu da onlardan bəziləridir. Kanadada yaşayan iki dost piknik etmək üçün meşəyə gedirlər. Oğlanlar gecə burada qalmağa qərar verirlər. 4-5 gün onlardan xəbər alınmadıqda oğlanların valideynləri polisə müraciət edirlər. Polislərin meşədə axtarış aparmasına baxmayaraq, onlara məxsus olan çadır və kameradan başqa heç nə tapa bilmirlər. Kameranın qeydə aldığı görüntüləri izləyən polislər dəhşətə gəlirlər. Çünki görüntülərdə oğlanların qəribə varlığın hücumuna məruz qaldığı əks olunub.
Pakistanda kəndlərin birində yerləşən mağaradan insanlar gecələr qəribə səslərin gəldiyini iddia edirdilər. Bir qrup gənc gecə həmin mağaraya gedirlər. Onlar mağarada qəribə məxluqla qarşılaşırlar. سند ليش قايل هيك؟ سند بسم الله الرحمن الرحيم اسمها السند اسمها السند كيف انت هيك سند بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الله رجل بسم الله الرحمن الرحيم Son zamanlar sosial şəbəkə gündəmini anidən yoxa çıxan insanların görüntüləri zəbt etməyə başlayıb. İndi izləyəcəyimiz görüntülər də həmin videolardan bəziləridir. Bir ailə meşəyə piknik etməyə gedirlər. Bu anı ölümsüzləşdirmək istəyən xanım həmin anları telefon kamerası ilə qeydə almağa başlayır. Xanım görüntüləri qeydə alarkən ağacın arxasından qəribə bir varlığın onları müşahidə etdiyi görünür. Görüntülər qısa olduğu üçün hadisə haqqında əlavə heç bir məlumat yoxdur. But I'm telling you, I could have sworn I saw somebody. Oh my goodness. Hey, Zach. I could have sworn. See, Zach, there is a man over there. What? I'm not even playing. You need to go check it out. There is somebody over there. I'll go check. Hiding by our tree. Right now, I'm not even. Be careful. I just seen him over there by that tree, Zach. Zach, be careful. I'm not even playing. Zach, he's right there. Reddit sosial şəbəkəsində bir istifadəçi evində qəribə hadisələrin baş verdiyini iddia edir. O, bunu sübut edə bilmək üçün bu anları telefon kamerası ilə qeydə alıb. Paranormal görüntüləri izləyən bəzi insanlar belə videoların montaj olduğunu iddia edirlər. Ancaq belə hadisələr canlı yayım zamanı baş verdikdə isə onlar buna cavab tapa bilmirlər. İndi izləyəcəyimiz görüntülər də canlı yayım zamanı baş verən bəzi qəribə görüntülərdir. Bir qrup gənc həftə sonunu maraqlı keçirə bilmək üçün meşəyə gəzməyə gedirlər. Onlar anidən meşədən vahiməli səslər eşitməyə başlayırlar.
Onlar qorxu içində geri dönmək istədiklərində isə maşınlarının cızılmış vəziyyətdə olduğunu görürlər. Bu görüntülər Çində qeydə alınıb. Görüntülərdə yatan xanımın anidən qəribə hərəkətlər etdiyi görünür. Bəs siz bu görüntülər haqqında nə fikirləşirsiniz? Fikirlərinizi şərh bölməsində bildirə bilərsiniz. Bununla da bugünkü videomuzun da sonuna gəldik. Gələn videolarda görüşənədək.